9-cu sinifdən məktəbə getmədim ki, qərara gəldim ki, işləyim. Ki, məktəbə gedib onsuz bəs dərslərimizi də yaxşı oxumuruq, yəni yaxınlaşmırıq kitab dəftərə. Bəs işləməyə məqsədi ilə mən Bakı şəhərinə gəlmişəm. Onda da birinci dəfə bibimgilə gəldim. Bibimgildə 5-6 gün qaldım. Sonra işə düzələndən sonra, kuryer işinə düzələndən sonra bir kuryer dostum vardı. Ondan bir dənə ev tutdu Nizami tərəfdən. Bəs qalırıq, həm də işimizi görürük. Artıq orada 6-cı ay işləyirdim. Bəs bizdə rəhbər şəxsiyyətin qərarı ilə mən manqala köməkçi təyin olundum. Manqalda yavaş-yavaş köməkçi, bəs həmin yerə dönər vardı, onu öyrənirdim. Bəs onu öyrəndən buna baxıram ki, öyrənəcəyim maksimum şey şaurmadır və yaxud da onu. Yenə min şükür, onda ona şükür edirdim ki, onu öyrənmişəm. Öyrənə biləcəyim ki, maksimum şaurmanın sosudur. Bunları da bilirəm axı azdan çoxdan. Amma bunları tam bilmirəm. Çünki burada fast fooddur, çörək arasıdır. Bunları böyütmək üçün deməli manqalda böyüməlidir, şiş də böyüməlidir, sən də böyüməlisən. Bəs o məqsədlə, bəs orada sağollaşdım, halallaşdım. Dedim, bəs mən gedirəm inşallah filan yerdə beləncə bir köməkçi kimi fəaliyyət göstərəcəm. Hüseynik kimi daha doğrusu. Köməkçi kimi fəaliyyət göstərəcəm. O sağ olsunlar bizə elə şərait yaratdılar ki, həmin biz restoranı tapmaqda, orada işə düzəlməkdə də. Bu yavaş-yavaş orada işə düzəldik. Orada hər gün kartuşka, soğan, soymaq, mətbəxin qaraqura işləri də. Bir ay keçəndən sonra yavaş-yavaş başlayıram, nə bilim, səhər-səhər saat 11-də gəlməliyəm, gəlirəm saat 8-də ki, öyrənməliyəm. Bəs usta orada ət təmizləyir, sümükləri verir ki, məni soymağa, mənim başım beləncinə əllə işləyirəm. Məqsəd var öyrənmək. Yavaş-yavaş mən orada işləyəndən sonra gördüm, orada potensial yoxdur, onu öyrənə bilmirəm, məvacib mənə qane eləmir. Mən özümə inanıram ki, bəs bundan çox bilirəm də, bundan başqa yerə getsəm, məvacib biraz çox olacaq, başqa şeylər də açıq olacaq, öyrənə biləcəm. O nöqteyi nəzərdən, məqsədlə mən işdən ayrılmışam, başqa iş tapmışam, gedmişəm orada işləmişəm, oradan öyrəndiyimi öyrənmişəm. Yavaş-yavaş əsgər gedənə qədər mən müəyyən qədər maaş alırdım. Hər şey qaydasında idi, belə çıxmasında. Yəni, özüm öz paltarımı alırdım, telefonumu alırdım, yəni öz rasxodlarımı qarşılayırdım da, yəni geninə bolunaya elə artıq pulum da qalırdı. İnşallah yavaş-yavaş əsgər getmişəm, ağır şəraitdə qulluq eləmişəm, gedər-gəlməz postunda.